Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Bürclərin həyatda şansları mövzusu hər zaman insanların diqqətini çəkən maraqlı və düşündürücü sahələrdən biri olub. Astrologiyaya görə hər bir bürcün özünə məxsus enerjisi, xarakter xüsusiyyətləri və həyatdakı uğur potensialı var. Bu xüsusiyyətlər isə insanın şansını necə istifadə etməsinə birbaşa təsir edir. Qoç bürcü ilə başlayaq. Qoçlar cəsarətli risk etməyi sevən və lider ruhlu insanlardır. Onların şansı çox zaman öz cəsarətlərindən qaynaqlanır. Çünki qoçlar fürsət gözləməkdənsə fürsət yaradan insanlardır. Bu isə onları həyatda tez-tez uğura aparır. Uğa bürcü isə daha sabit və səbirli olması ilə seçilir. Buğaların şansı ani deyil, zamanla gəlir. Onlar zəhmət çəkərək, addım-addım irəliləyərək uğur qazanırlar. Maddi sahədə xüsusilə şanslı sayılırlar. Çünki pulu idarə etməyi yaxşı bacarırlar. Əkizlər bürcü çox çevik və ünsiyyətçil olduğu üçün şansı daha çox insanlarla əlaqələr vasitəsilə gəlir. Onlar doğru zamanda doğru insanla tanış olmaq kimi fürsətləri tez yaxalayırlar. Bu da onların həyatında yeni qapılar açır. Xərçəng bürcü emosional və intuitivdir. Onların şansı daha çox hisslərinə güvəndikdə ortaya çıxır. Ailə və ev mövzularında xüsusilə şanslı sayılırlar. Doğru qərarları ürəklərinin səsi ilə verirlər. Şir bürcü təbii olaraq diqqət mərkəzində olmağı sevir. Onların şansı çox vaxt özlərinə olan güvənlərindən gəlir. Şirlər harada olsalar parlayırlar və bu da onlara fürsətlər qazandırır. Uğur onların ardınca gəlir desək yanılmarıq. Qız bürcü detallara diqqət edən və planlı hərəkət edən bürcdür. Onların şansı təsadüf deyil, zəhmətin nəticəsidir. Qızlar hər şeyi əvvəlcədən düşünərək səhvləri minimuma endirirlər və bu da onları uğura aparır. Tərəzi bürcü balans və harmoniya axtarır. Onların şansı daha çox düzgün seçim etmək bacarıqları ilə bağlıdır. İnsanlarla münasibətlərdə uğurlu olduqları üçün həyatlarında çoxlu dəstək görürlər. Əqrəb bürcü güclü və sirli enerjiya malikdir. Onların şansı çətin vəziyyətlərdən çıxmaq bacarığında gizlidir. Əqrəblər nə qədər çətinlik yaşasalar da yenidən ayağa qalxmağı bacarırlar və bu da onların ən böyük üstünlüyüdür. Oxatan bürcü macərapərəst və optimistdir. Onların şansı daha çox səyahət, yeni təcrübələr və risklərlə gəlir. Oxatanlar həyatda geniş düşünərək böyük uğurlar əldə edə bilirlər. Oğlaq bürcü isə məqsəd yönlü və intizamlıdır. Onların şansı zəhmət və səbrin nəticəsində yaranır. Oğlaqlar gec də olsa mütləq istədiklərinə çatırlar. Dolça bürcü fərqli düşünən və yenilikçi insanlardır. Onların şansı qeyri-adi ideyalarında gizlidir. Dolçalar başqalarının görə bilmədiyini görüb və bu da onları fərqləndirir. Balıqlar bürcü isə xəyalpərəst və yaradıcıdır. Onların şansı daha çox intuisiya və yaradıcılıqdan gəlir. Balıqlar doğru istiqaməti hiss edərək uğura çata bilirlər. Sonda isə belə bir nəticəyə gəlmək olar ki, bürclər insanın həyatındakı şansını tam müəyyən etmir. Sadəcə istiqamət verir. Əsl uğur isə insanın öz qərarları, zəhməti və fürsətləri necə dəyərləndirməsindən asılıdır. Hər bir insan öz şansını özü yaradır və düzgün addımlar atdıqda istənilən bürc uğurlu ola bilər.